Bugünkü mövzumuz Dolça bürcüdür. Salam, əziz, dəyərli izləyicilərim. Mən psixoloq ekstrasens Dəniz Üfüq. Bugün sizə heç yerdə eşitmədiyiniz Dolça bürcünün xüsusi özəllikləri barədə danışacağam. Mövzumuza keçməzdən əvvəl mən kanalıma abunə olan izləyicilərimə dərin təşəkkürümü bildirirəm. Abunə olan əlləriniz var olsun. Bəli, əziz izləyicilərim, bugünkü mövzumuz 12 bürcün arasında zəkası ilə, ağlı ilə, mərdliyi ilə, ürəyinin təmizliyi ilə seçilən Dolça bürcüdür. Dolça bürcü insanları sanki gələcəkdən gəliblər. Yəni bu sanki demək deyil. Alimlər bunu araşdırmalar aparıblar və belə qənaətə gəliblər ki, həqiqətən də Dolça bürcü insanı gələcəkdən gəlibdir. Gələcəkdən gəlmiş biridir. Çünki Dolça bürcünün insanların indi söylədiyi fikirlərə insanlıq 50 il sonra gələcək. Dolça bürcü yenə də bu alimlərin araşdırmalarına görədir, yer kürəsində ən saf, ən təmiz qəlbli bürclərdir. Dolça bürcü ancaq yaxşılığı ilə tanınır. Yəni heç kimsə Dolça bürcündən durduğu yerdə, yəni pislik görə bilməz. Amma Dolça bürcü ilə düşmançılıq eləmək də hər insanın başı üçün deyil. Dolça bürcü çox yaxşı insandır. Bir dəfə insanın səhvini bağışlayar, 2 dəfə o adamın səhvini bağışlayar, 3 dəfə bağışlayar. Lakin üzü döndüsə, çox çətin olur o insan üçün. Dolça bürcü qadınları sanki sevgi mənbəyidir. Onlar ancaq ətrafa xoş münasibət, mehribançılıq, sevgi sinyalları ötürürlər. Onlar vəfalıdırlar, onlar sadiqdirlər. Dolça bürcü insanı çox özgələrini düşünəndir. Ətrafına yaxşılıq eləməyə çalışandır hər zaman. Deyir, əgər bir problemin varsa, onu Dolçaya danış. O sənə ən düz həll yolunu deyəcəkdir. Dolça bürcünü Uran və Satürn planeti himayə eləyib daima. Lakin 2024-cü il yanvar ayının 13-dən Uran planeti Dolçanı tərk edib gedibdir. Bu Dolçalar üçün əslində çox sevindirici, çox xoş bir xəbərdir. Çünki Uran planeti bədbəxtlik, kədər planetidir. Lakin hal-hazırda Dolçanı Satürn planeti himayə edir. Satürn planeti isə xoşbəxtlik, sevgi, sevinç, uğur planetidir. 2024-cü, 25-ci, 26-cı illərdir, 3 ildir ki, Dolça artıq Satürn planetinin himayəsi altındadır. Və ona görə də Dolçanın işləri yoluna düşməyə, qaydasına düşməyə başlamışdır. 2026-cı il bu at ili Dolçanın üzünə çox xeyriyyə açılacaq. Dolça üçün uğur ilidir, şans ilidir, yeni nailiyyətlər ilidir, yeni tanışlıqlar ilidir. Bəli, xüsusilə subay Dolçalar varsa, bu 2026-cı ilin ikinci yarısında onlar üçün evlilik görsənir. Bəli, böyük sevgilər və ciddi evlilik görsənir. Yəni 2026-cı ilin əvvəlinə nisbətən ikinci yarısı daha uğurlu olacaq Dolça bürcləri üçün. Bəli, əziz izləyicilərim, beləliklə bir videomun sonuna gəldim. Kanalıma abunə olun, videomu bəyənin, kanalıma abunə olun, məni takib edin ki, yeni videolarımdan xəbərdar olasınız. Çünki növbəti bürc məhz sizin bürcünüz ola bilər.